Mənə elə bir ki, atam deyir ki, ayrılandan ona görə sıxırdılar ki, deyirlər ki, Başqasına verəcəyik. Hə, bəli, başqasına verəcəyik deyə ondan ayrıl deyirdi. Sən də bu xəbərlərin hamısını Murtuzaya çatdırırdın, hə? Astadan heç nə gizlətməmişim indiyənə kimi. Düz eləyirsən. Razılaşdıq. Taksiyə zəng elədim. Dedim ki, əşyalar var idi, götürdü. Sonra getdik. Heç kimin evdən, atamgilin, mamamgilin xəbəri yox idi. Kimsən xəbəri yoxdur? Heç kimin. Mamamgil, bacımgil. Sonra valideyni gəldi, xeyir dua verdilər, getdilər.